Məlum olduğu kimi, Qarabağ işğaldan azad edildikdən sonra sakinlər öz doğma yurd yuvalarına köçürülməsi prosesi start götürüb. Bölgə TV Tribunası istinadən xəbər verir ki, Böyük Qayıdış Planı çərçivəsində həyata keçirilən proses qaçqınlar və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinə həvalə edilib. Qeyd edək ki, indiyə qədər 50 mindən çox sakin öz yurdunda məskunlaşıb. İl sonuna qədər bu rəqəmin 2 dəfə artacağı da proqnozlaşdırılır. Bildirək ki, Qaçqın.com məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi zamanı əsasən bir şirkətin xidmətindən istifadə edilir. Belə ki, söhbət 166 qlobal logistik MMC-dən gedir. Açıq mənbələr üzərində apardığımız araşdırma zamanı məlum olub ki, son bir ildə Qaçqın.com 3 tenderini 166 qlobal logistik şirkətinə verib. Həmin tenderlərdən biri məcburi köçkünlərin daşınması ilə bağlı olub. Bu zaman komitə şirkətə 1 milyon 348 min 704 manat ödəniş edib. Digər tenderi isə Laçın şəhərinə 40, Qubadlı rayonunun Zilanlı kəndinə 193, Qubadlı rayonunun Mahruzlu kəndinə 190, Ağdərə rayonunun Həsənriz kəndinə 98, Tərtər rayonunun Umudlu kəndinə 116 və Xocavənd rayonuna daha bir neçə nəfərin daşınmasından ibarət olub. Bu müqavilənin dəyəri 638.875 manat təşkil edib. Ötən il yayında baş tutan digər tender isə Ağdamın Xıdırlı kəndinə 719 və Ağdam şəhərinə 1268 məcburi köçkün ailələrinin köçürülməsindən ibarət olub. Bu zaman isə tərəflər 1 milyon 630 min 223 manata razılaşıblar. Maraqlıdır ki, ölkədə çoxlu sayda yükdaşıma şirkətləri olduğu halda məhz bir şirkətin xidmətindən istifadə qeyri-ixtiyari şübhələrə yol açır. Tribunada daxil olan məlumata görə 166 qlobal logistik şirkətinin davamlı tenderlər udmasının səbəbkarı Qaçqın.com sədrinin birinci müavini Fuad Hüseynovun rolu var. Belə ki, şirkətlə anlaşma əldə etdiyi iddia olunur. Məsələ ilə bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq. Rəna Rövşənqızı, Bölgə TV.